Müsəlman Qalası kitabında müəllif rahimehullah təşəhhüddən sonra oxunan salavatı gətirir. Təşəhhüddən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə salavatın oxunması və salavatın da müxtəlif formaları, növləri vardır. Və burada müəllif rahimehullahın gətirdiyi Ka'b ibn Ucra və o da Rasulullah sallallahu aleyhi və səlləmdir. Və Ka'b İbn Əbi Leylə ilə qarşılaşır. Və o da Abdurrahman İbn Əbi Leylədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən olub. Uhudda və ondan sonraki döyüşlərdə də iştirak edib. Və Ka'b ibn Ucra radiyallahu anhuna qarşılaşır və deyir ki, Ələ uhdi ləkə hədiyyə, sənə bir hədiyyə edimmi? Yəni, burada sual formasında təşviq üçündür. Və deyir ki, xaracə aleynə Rasulullah sallallahu aleyhi və səlləmə fəqulnə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bizim yanımıza çıxdı və biz dedik ki, qad arafnə keyfə nusəllimə aleyk. Yəni, biz sənə necə salam vermək lazımdır, bunu öyrəndik. Və keyfə nusalli aleyk və necə sənə salavat edək. Qalə qulu Allahummə salli alə Muhammedin və alə əli Muhammed. Kəmə salleytə alə İbrahim və alə əli İbrahim innəkə hamidun məcid. كما صليت على آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على آل إبراهيم إنك حميد مجيد. Və bu hədis Ka'b ibn Ucra radiyallahu anhudan gəlir, Buxar və Müslimdə keçir və bəzi ləfzlərində də fərqlilik vardır. Və burada keçir ki, necə bu digər ləfzdə gəlir ki, keyfə as-salatu aleykum əhləl beyt. Əhl-i beytin üzərinə salavat necədir? Fə innəllah qad alləmənə keyfə nusəllimə aleyk. Yəni, Allah-u Teala necə salam vermək lazımdır, onu öyrətmişdir. Alləmənə dəlikə Allahu amara bis-salat və səlam alə nəbiyyihi. Yəni, Allah-u Teala həm salavatı, həm də salamı əmr etmişdir. İnnallaha və mələikətəhu yusalluna alən nəbi. Allah Teala və mələkləri Peyğəmbərə salavat edir. Ya eyyuhəllədinə əmənu sallu aleyhi və səllimu təslimə. Və iman gətirənlər, siz də ona salavat və salam verin. Və bu Allahın kitabında keçir. Və cəət tə'lim li sıfətis səlam aleyhi sallallahu aleyhi və səlləm alə lisani Rasulillah. Salamın forması Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə gəlmişdir. Necə ki, təşəhhüddə gəlir. Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və barakatuhu. Əssəlamu aleynə və alə ibadillahi salihin. Və bütün bunlar hamısı, bu salam təşəhhüddə keçir. Və onlar sual verirlər ki, yəni Allah-u Teala bizə salam verməyi öyrədib və necə salavat edək. Salavatın necəliyi formasında və onda da deyin ki, Allahummə salli alə Muhammed və alə əli Muhammed. Yəni, necə ki, orada keçir. İbn Həcər rahimehullah deyir ki, bu hədisin isnadı yaxşı sayılır. Yəni, bu ayə nazil olduğu zaman İnnallah və mələikətə yusallun alən nəbi ya eyyuhəllədinə əmən sallu aleyhi və səllimu təslimə. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəlir və deyir ki, ya Rasulallah, bu sənə verilən salamdır, artıq bunu bildik və salavat necədir? Salat, ya salavat. Və onda deyir ki, qulu Allahummə salli alə Muhammed. Və həmçinin Müslümdə gələn digər rəvayətdə keçir ki, Allah-u Teala bizə əmr etmişdir ki, sənə salavat edək. Və salavatı necə edək? Və Peyğəmbər sallallahu aleyhi və səlləm susur. Və biz hətta arzuladıq ki, bu sual verilməzdi. Bu sualı soruşmazdılar. Yəni, nəyə görə? Qorxdular ki, bunu Peyğəmbər sallallahu aleyhi və səlləmin xoşlamadığı bir şey
olar deyə. Və sonra dedi ki, qulu Allahumma salli ala Muhammed, yəni axırına kimi və salamı da artıq bilirsiniz. Deməli, salavatın da müxtəlif formaları var. İzən nəhn limədə nəsəl və nəqul Allahumma salli ala Muhammed. Deməli, nə üçün biz Allahumma salli ala Muhammed deyirik? Və biz bundan öncə də götürdük, salavat Allah Teala tərəfindən olarsa bu tərif deməkdir. Bəziləri rəhmət mənasında gətirir. Yəni sən deyəndə ki, Allahümmə salli alə Muhammed, Allahım bir görüşə görə sən Muhammedə rəhm eylə və daha səhih görüş, daha doğru görüş odur ki, Allahım sən Muhammed sallallahu aleyhi və səlləmi təriflə. Və salavat mələklər tərəfindən olarsa bu istiğfar mənasında gəlir. Mələklərin salavatı istiğfar, bağışlanma diləməsidir. Amma insanın salavatı isə duadır. Biz nə üçün salavat edirik Peyğəmbər sallallahu aleyhi və səlləmə? Birincisi bu Allah Teala'nın bizdən tələb etdiyi bir ibadət formasıdır. Və həmçinin ikinci isə ənə salatallah alən-nəbi qad təkunu murattəb alə səbəb. Və ola bilsin ki, Allah Teala'nın Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat etməsi Allah Teala'nın təqdir etdiyi bir səbəb üzərində tərtib olunmuş olsun. Və Allah Teala hər şeyi bilən və hikmət sahibidir. Yəni hər bir şeyin bir səbəbi vardır. Və onun da səbəb kimi möminlərin onu istəməsidir. Yəni möminlər, yəni Allah Teala'dan Muhammed sallallahu aleyhi və səlləm üçün salavat istəyir. Yəni onun təriflənməsini istəyir. Və bu da səbəb olur ki, Allah Teala Muhammed sallallahu aleyhi və səlləmi mələklər arasında tərifləyir. Necə ki biz əzandan sonra oxunan duanın içərisində də götürürük ki, orada keçir vəsilə istənir. Əti Muhammədənil vəsilə. Sən Muhammədə vəsilə dərəcəsini ver. Halbuki bu onun üçün, baxmayaraq ki, onun üçün hasil olmuşdur. Yenə yəni dua olaraq biz bunu istəyirik. İstəmək belə buyurulmuşdur. Və əlavə də olaraq biz salavat deməklə özümüz də faydalanırıq. Birincisi bu bir ibadətdir və ikincisi ola bilər ki, Allah Teala'nın Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat etməsi möminlərin onu istəməsinə səbəbdir, istəməsinə görədir və həmçinin əlavə də olaraq biz salavat etməklə özümüz elə faydalanırıq. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən sallə aleyyə salətən sallallahu aleyhi bihə əşra. Yəni kim mənə bir dəfə salavat edərsə, Allah Teala ona 10 dəfə salavat edər. Yəni Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə salavat edən qulunu 10 dəfə tərifləyir. Halbuki hansı ki buna hər birimizin ehtiyacı vardır. İnsan bununla Allaha yaxınlaşır və həmçinin bunu deməklə Peyğəmbər sallallahu aleyhi və səlləmin bizim üzərimizdə olan haqqının bir hissəsini, cüzi bir hissəsini ödəmiş ola bilər. Bəzi insanlar deyir ki, mən istəyirəm ki, sədəqə verərkən sədəqələrimin hamısı Peyğəmbər sallallahu aleyhi və səlləmə geçsin. Yəni insandan bu tələb olunurmu? Yəni bəziləri də sual verir ki, quyu qazmaq istəyirəm. O Peyğəmbər sallallahu aleyhi və səlləmə geçsin savabı. Yəni sual olur ki, sahabələr bunu edirdilərmi? Cavab isə xeyr, bunu etmirdilər. Nə üçün? Ona görə ki, buna ehtiyac yoxdur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyi bütün xeyirlər o öyrədib. Bütün xeyirləri sallallahu aleyhi və səlləm bizə öyrədib. Və buradan da o xeyir əməllərə insanlardan kim əməl edirsə, istəyir söz baxımından olan əməllər olsun və yaxud da əməl baxımından sözlər və əməllər və yaxud da mal baxımından, sədəqə baxımından hamısının savabından Peyğəmbər sallallahu aleyhi və səlləmə gedir. Artıq mən bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə sədəqə edirəm deməyə ehtiyac yoxdur.
Çünki bir xeyrə kim göstərirsə, yönəldirsə, onların savabından azalmadan da xeyrə yönəldənə, göstərənə yəni hasil olur. Deməli, İbn Həcər Rahiməhullahın gətirdiyi bu rəvayət, hansı ki, onlar bunu soruşduqları zaman, yəni bu ayə nazil olarkən, bunu soruşurlar. Hədə yədul alə ənə həulə səlin qad tənəvvəu. Yəni, bu onu göstərir ki, soruşanlar da fərqli oldular, müxtəlif insanlar oldular və bəzilər bu ayə nazil olandan sonra soruşub, necə ki, bu kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verir və həmçinin digər sahabələrdə olub, bəzi rəvayətlərə açıq aydın gəlir və onlar deyirlər, keyfə nusalli aleykə, yəni biz sənə necə salavat edək. Və burada isə Qeys ibn Səad ibn Ubədədən gəlir. Və burada dəlil olan hissəsi odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara öyrədir ki, Allahümmə salli alə Muhammed və alə əli Muhammed. Allahım, sən Muhammedə və onun ailəsinə, əhli beytinə salavat et. Və sonra burada gəlir ki, və alə əli Muhammed. Yəni, biz istəyirik Peyğəmbər sallallahu aleyhi və səlləm və onun əlinə. Əl kimlərdir? Əl deyildiyi zaman, yəni, bura daxil olanlar kimlərdir? Yəni, alimlər, yəni, onun əhli haqqında, əl, yəni, əhl mənasını verir, onlar haqqında danışıblar və ixtilaf var. Bu barədə danışanlardan, daha dəqiq danışanlardan İbn Qayyim rahimehullahdır və deyir ki, bu görüşlər içərisində, görüşlər çoxdur, görüşlər 4 əsas görüşə qayıdır. Birinci görüşdə gəlir ki, yəni əhl-i beyt o kəslərdir ki, sədəqə haram olan kimsələrdir. Amma bu isə ittifaqən deyil, ittifaq deyil. Və sonra onlar haqqında da ixtilaf ediblər ki, onlar kimlərdir? Deyirlər Bənu Həşim, Həşimin övladları, bir də Muttalibin övladları. İmam Şafi, İmam Əhməd bəzi rəvayətlərində bu görüşdədir və İbn Həcər Rahiməhullah bunu cumhura aid edir. Bənu Həşim, bir də Bənu Muttalib. Və həmçinin ikinci görüşdə gəlir ki, sadəcə Bənu Həşimdir, Bənu Muttalib yox, Həşimin övladları. Bu, Abu Hanifə Rahiməhullah məzhəbidir və həmçinin İmam Əhməddən digər rəvayət bu barədə gəlir. Və üçüncü görüş, bu daha uzaqdır, onlar Bənu Həşim və onlardan yuxarıda olanlar və bəziləri isə digər, hansı ki bu görüşlər bir növ zəiflik var. Və ammət əhlilm alə xilafik, lakin qovl bəyənə mən təhrum alim sadaq fil cümlə. Yəni, ümumi olaraq bunu gətirənlər var ki, yəni, sədəqə haram olan kimsələrdir. İstəyir bunlar Bəni Həşim olsun, yaxud da Bəni Muttalib, yəni, Muttalibin evladları, yəni, elm əhlinin çoxu bunun üzərindədir və Şafi Rahiməhullah və İmam Əhməd də bəzi rivayətlərin fərqli olmasına baxmayaraq bu görüşdədirlər. Və ikinci görüşdə isə əl deyiləndə onun zürriyyətidir. Əhl-i beyt deyiləndə onun zürriyyəti, zövcələri və zövcələridir. Və əhl-i beytə daxil olanlar zürriyyət və zövcələr. Yaxşı, bununla əvvəlkilər arasında fərq nədir? Orada isə Bənu Həşim və Bənu Muttalib getdi, Muttalibin övladları və həmçinin sədəqə haram olan kimsələr və sədəqə haram olanlar Arba'atu əbiyyət əl-məşhur 4 evə qayıdır. Əlinin evladları, ailəsi, Cəfərin ailəsi, Abbasın, bir də Həmzənin ailəsi. Və bu ikinci görüşə əsasən isə Peyğəmbər sallallahu aleyhi və səlləm zürriyyəti və xüsusən də zövcələridir. Zürriyyətinə daxildir Əlinin radiyallahu evladları, yəni Fatimədən olanlar, Həsən, Hüseyin və bununla yanaşı da zövcələrdir. Deməli, burada müxtəlif görüşlər var. Sədəqə haram olan kimsələr və onlar
Əlinin ailəsi, Cəfərin ailəsi, Abbasın ailəsi, Həmzənin ailəsi və bir də zürriyyəti və zövcələridir. Və digər görüşlər də var, onlarda zəiflik olduğu üçün qeyd olunmur. Sonra İbn Teymiyyə rahimehullah deyir ki, Əl-i Muhammed deyildiyi zaman Humullədin təhrumu aleyhimus sadaqa. Sədəqə haram olan kimsələrdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İnna sadaqa la tehillu Muhammed və la li əhli beytihi. Sədəqə Muhammedə sallallahu aleyhi və səlləm və onun əhli beytinə halal deyildir. Deməli, kişinin də zövcələri əhl-i beytindən sayılır. Əgər biz baxdığımız zaman Qasas surəsi 29-cu ayədə Allah Teala buyurur: "Və səra bi əhlihi." Yəni Musa aleyhissalam deyir, ailəsi ilə gecə getdi. Ailəsi ilə, əhli ilə. Yəni Musa aleyhissalam yalnız öz həyat yoldaşı ilə gedirdi. Zövcəsi ilə. Deməli, kişinin zövcəsi, həyat yoldaşı onun əhli sayılır. Bəziləri deyir ki, yoldaşlar bura aid deyil. Bu açıq aydın dəlillərdir ki, kişinin həyat yoldaşı onun əhli beytidir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin əli, yəni əli beyt, yəni əhli beyti, zövcələri, qızlarıdır və kürəkəni Əli radiyallahu anhu və nəvələri və zürriyyətidir. Və həmçinin zövcələrin əhl-i beytə daxil olmasına dəlil olaraq Hud surəsi 73-cü ayədə mələklər İbrahim əleyhissalamı evladla müjdələdiyi zaman və təəccəbət imratu min husulil vələd, zövcəsi, yəni o yaşlı olduğuna görə evladın olmasından təəccüblənir. Həm evladı olmurdu, həm də yaşı çox idi. Və onda mələklər deyir ki, Rəhmətullahi və barakatuhu aleykum əhləl beyt, innəhu hamidun məcid. Allahın rəhməti və bərəkəti ey ev əhli sizin üzərinizə olsun. O tərifə layiq və ucadır. Əhl-i beyt kimdir? Əllədin kənu bil hadra, onun mələklərin yanında olan İbrahim əleyhissalam və həyat yoldaşı zövcəsi idi. Deməli, bura kişinin özü birinci daxildir və sonra zövcəsi. Ədxilu ələ fir'aunə əşəddəl ədəb. Yəni, Fironun ailəsini, əhlini şiddətli əzaba daxil edin. Qafir 46-da. Deməli, birinci ilə daxil olan bura kişinin özüdür, yəni Fironun özüdür. Həmçinin digər dəlillər var. Sonra gəlir وَلَكِنْ إِذَا ذَكَرَ الرَّجُلُ وَعُطِفَ عَلَيْهِ الْآلِ كَانَ ذَلِكَ كَمَا نَقُولُ اللهم صل على محمد وعلى آل محمد لكن حينما نقول كما صليت على إبراهيم وعلى آل إبراهيم bəzi rivayətlərdə gəlir فهذا يدل على المغايرة. Əgər kişi özü də gəlirsə, sonra əhl-i beyt də gəlirsə, onda əhl-i beyt, yəni kişi müstəqil gəldi və əhl-i beyt isə, yəni zövcələri və digər insanlar nəzərdə tutulur. Yəni xülasə odur ki, bu dəlillərdən ortaya çıxan əl deyildiyi zaman, əhl-i beyt deyildiyi zaman müxtəlif görüşlər var və o da yerinə görə fərqlənir. Necə ki, kisə, yəni Əba hədisində gəlmişdir. Allah-u Teala buyur, İnnəmə yuridullahu liyudhibə ankumur risə əhləl beyt və yutahhirakum tathira. Yəni Allah-u Teala yəni sizdən ricsi təmizləmək istəyir, ev əhli və sizi paklandırmaq istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm Fatiməni, Əlini və Həsəni, Hüseyni çağırır və onların üzərinə əba atır. Və deyir ki, Allahum həulə əhli beyti. Allahım, bunlar mənim ev əhlimdir. Onlardan ricsi, natəmizliyi təmizlə və onları pak et.